Salam, sabahınız xeyir. Avtobazar Göyçay YouTube kanalının və Avtobazar Göyçay TikTok səhifəsinin dəyərli, hörmətli izləyiciləri. Mən Sehran, sizlərin hər birinizi salamlayıram. Bugün ayın 22-si Mart 2025-ci il tarixdir. Yağışlı bir Mart havasıdır. Xatırladım ki, Mart ayının 20-si, 21-i Azərbaycanda Novruz bayramı qeyd olunur. Mən də fürsətdən istifadə edib bu bayram münasibətilə bütün Azərbaycan xalqını təbrik edirəm. Süfrələriniz bol, ruzili, bərəkətli olsun inşallah. Küsüllər həmişə, barışsınlar. Bu bayramda necə ki küsüllərimiz barışır. Mehribançılıq, ailə saadəti, xoşbəxtlik arzulayıram Azərbaycan xalqına. Mən də bu bayram gününün səhəri, artıq 21-i keçmişdə qalıb deyə, bayram gününün səhəri gəlmişəm deyəndə gedirəm Göyçay maşın bazarına. Hava soyuqdur, yağış yağır, gördüyünüz kimi. Və mən sizlər üçün yenə də dayanmıram və səfərimiz Göyçay maşın bazarınadır. İnşallah Göyçay maşın bazarının girişindən də sizlər üçün çəkiş edəcəm. Amma ilk öncə kəndimizin çıxışına doğru irəliləyəcəm. Bir taksi tapıb Göyçay maşın bazarına doğru hərəkətə başlayacağıq. İzləmədə qalın, bazarın girişindən də sizlər üçün çəkiş edəcəm. Bir daha salam, sabahınız xeyir olsun. Avtobazar Göyçay YouTube kanalının və Avtobazar Göyçay TikTok səhifəsinin dəyərli, hörmətli izləyiciləri. Bir daha sizi salamlayıram. Maşın bazarının qarşısındayıq, gəlib çıxmışıq maşın bazarına. İnşallah ki, çəkişə başlayacağıq Allahın köməkliyi ilə. Var, maşın bazarımızın həm girişində, həm maşın bazarının daxilində maşınlarımız var. Hava yenə də qeyd edirəm, soyuqdur. Mart ayına olmağına baxmayaraq hava soyuqdur və belə deyək ki, yağışlıdır. Düzdür, hal-hazırda yağış kəsib, amma damcı atma yağış yağır. Girəcəyik maşın bazarına, görək nə maşınları var. Həm 06'larımız var, həm xarici maşınlarımız var, 07'lərimiz var. Çəkib göstərəcəm. İnşallah ön tərəfdən də çəkib. Bazarımızın girişində olan maşınlar. Bazarımızın girişi. Məndən soruşursunuz. TikTok səhifəsinin biosuna yazmışam. Göyçay maşın bazarının fəaliyyətdə olduğu günü, hər həftənin 6-cı günü xidmətinizdədir Göyçay maşın bazarı. Aşağıda nömrələr qeyd olunub 050 051 627 46 83, həmçinin 055 628 1136 nömrələrinə zəng vuraraq bu bazar haqqında ətraflı geniş məlumat ala bilərsiniz. Asta bazara daxil olaq, görək bizləri hansı maşınlar gözləyir. Elə bu girişdə bir dənə 06'mız var. 06'lar, 07'lər, 99'lar, 015, Kia, Mercedes Çeşka. Orada Chevrolet'dir, səhv eləmirəmsə. 011 çəkib göstərəcəm. Sizlərdən də xahişim nədir? Videonu bəyənmək, kanala abunə olmaq, videonun linkini, həmçinin YouTube kanalımın linkini dostlarınızla maksimum səviyyədə paylaşmaq. Bu da mənə yeni baxış, yeni abunə sayı, yeni bəyənmə deməkdir. Ya Allah, bismillah eləyək, işimizə başlayaq. Allah hər birimizin işini avan eləsin. Ya Allah, bismillah. Dəyərli, hörmətli YouTube izləyiciləri, sizlər üçün Göyçay maşın bazarında iş çəkəcəyim maşın Vaz 2106 markalı avtomobildir. Maşın sahibi yanımızdadır. Salam aleyküm qardaş, bazar olsun, məlumat alaq zəhmət olmasa. İli nədir? 1990-cı il istehsalıdır. Motoru 011. Karabka 4 5 Difrində səsi var? Yox. Sizdə olarkən vuruğu, udarı
olmayıb. Qiyməti 35. 3500 manat sondur yoxsa endirim olunacaq? Ona baxacaq. Baxacaq. Maşının yanında danışmaq olacaq. Telefon nömrü eşidək. 55 Aha. 770 Aha. 38 80. 055 770 38 80. Adın? Emil. 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 Maşına harda baxmaq olar Emil? Göyçay. Göyçay arasında baxmaq mümkündür. Barter maraqlıdır Emil hansısa maşından? Yoxsa nasıl? Yox. Pula ehtiyac. Belə kreditdə falan salmaq, Yox. nağd satışda, yəni pula ehtiyacı var. Deməli, maşın sahibi Emil qardaş məlumat verdi. Mən də məlumatları bir daha qeyd edeyim. İli 1990-cı il istehsaldır. Motor 011 motordur. Korobka 5'dir. Mostunda səsi yoxdur. Yüngül kosmetik işlərə ehtiyacı olan yeri var. Start qiymət 3500 manatdır. Maşın sahibi qeyd elədi ki, maşının yanında qiymətdə danışmaq olar. İndi isə çəkək, göstərək və 20 seriyası ilə Gəncə əhalisinə buradan salam olsun. Gəncə seriyasıdır. Baxaq belə vəziyyətdə. Gələk sürücü tərəfdən salona. Baxaq belə bir salonu çəkək və əyləşək maşına. Burada kasetlə işləyir bu. İşlətməmişəm. İşlətməmisən. Kasetləndir. Bu keçmiş dönəmin maqnitofonlarındandır. İndiki dönəmin maqnitofonları çox fərqlidir. Həm disklə işləyən var, həm USB flash kartla, həm AUX şunlu ilə işləyənləri var. Amma bu maşında kasetlə işləyən audio sistemdir, belə deyək. Maşın sahibi Emil qardaş deyir ki, işlətməmişəm. Motoru 011 motordur. Yağ yeməyə zadı yoxdur Emil? Yoxdur. Belə çəkdik, göstərdik. Maşın sahibi Emil qardaş da məlumatları verdi. Sizə də bu 06 maraqlı gələrsə, qeyd olunan 055 770 38 80 nömrəsi ilə zəng vurub maraqlana bilərsiniz. Bu 06. Hörmətli YouTube izləyiciləri, 07 həvəskarları, sizlər üçün Göyçay maşın bazarında ağ vəziyyətdə Vaz 21 07 markalı avtomobilin çəkisini edəcəm. Maşın sahibi yanımızdadır, məlumat alaq. Salam aleyküm qardaş. Bazar olsun. Çox sağ olun. Məlumat alaq zəhmət olmasa. 2008-ci il. İli 2008. İnjektor. İnjektor, bəli. Maşın 90% bez kraska. Bez kraskadır. Yəni atma rəngi deyib. Bəli, bəli. Dəyişiləni var. Xeyr, bez detal. Bez detal maşındır. Neçə müddətdir səndədir? Məndə çoxdan bezdədir. Bir hardasa 3-4 il var. Bəli, var. Olar. Vurğu olmayıb səndə Xeyr, olarkən, xeyr. amma deyirsən ki, yəqin rəng işi səndə olub. Rəng işi bəli, iki padnoşkasında kant yapışdırıblar deyənə qoparıb. Aha. Yəni 70 min orijinal probekti. orijinal 70 min probekti var. Qiyməti nədir? Qiyməti 9300. 9300 manat sondur yoxsa Yüngül endirim. cüzi bir endirim Bəli. olunacaq. Telefon nömrə eşidək. 010 713 32 46. 010 713 32 46 adın. Talih. Talih, maşına harda baxmaq olar? Göyçay. Göyçayda. Barter maraqlıdır hansısa maşınla? Xeyr. Nağd satışdır. Nağd satış. Pula ehtiyac var. Kreditdə falan salmaq Xeyr. yoxdur. İndi isə mən belə bir maşını özüm təqdim eləyim. Deməli, salam aleyküm. Maşınımızın ili 2008-ci il istehsaldır, injektordur. Maşın sahibinin verdiyi məlumata görə maşınımızın 2 padnoşkası rənglənib. Başqa heç bir yerinə rəng işi dəyməyib. Və həmçinin də maşınımız bez detaldır. Start qiymət 9300 manatla audio sistem maşallah 1 2 3 4 5 6 Pioneer kolonka 9300 manat start qiymətlə Göyçayın bazarına çıxarılmış Vaz 2107 çəkim göstərim. Maşın sahibi Talih qardaşımız qeyd elədi ki, qiymətdə endirim olunacaq. Təbii ki, real alıcılara endirim olunacaq. Cüzi bir endirim olunacaq. Rol dəyişilib. Gördüyünüz kimi ön şələr podyomlik, salon səliqəli. Baxırıq. Və gəldik mühərrik yerinə. Mühərrik yeri
injektor, motor, akkumulatoru yeni. Belə çəkdik, göstərdik. Maşın sahibi Talih qardaşlara məlumatları verdi. Sizə də bu 07 maraqlı gələrsə, maşın sahibinin qeyd elədiyi əlaqə nömrəsindən zəng vurub maraqlana bilərsiniz bu 07 haqqı. Hörmətli YouTube izləyiciləri, TikTok səhifəmin izləyiciləri, özünə ucuz maşın alıb sürmək istəyən izləyicilər, bu kənd arasına, yəni əlverişli bir maşındır. Amma bu maşını çəkib göstərəcəm, maşın sahibindən məlumat alacağıq. Salam əleykum qardaş, bazar olsun. Məlumat verək zəhmət olmasa. Maşın ili 77-dir. Ay maşallah, 1977-ci il istəyirsən. Motorda yağ yemə yoxdur. 011 motorudur. Xeyr, öz motoru. 06 motoru. Qarabqada atma yoxdur. 4-dür, 5-dir. 4-dür. Difirdə səs yoxdur. Aha. Maşının kosmetik şey ehtiyacı. Bir dənə kosmetik, qabaq sakrel bir dənə dəyişir. Qalan özünküdür. Bir dənə qabaq sağ krel dəyişib, yəni sənədləri, tekst motoru, sığortası, hər bir şey. Motordur, ban nömrəsi. Qiyməti neçə demirsən? Qiyməti real 1700 manat. Sonu bu dəqiqə 1700 manat deyirsən, yəni belə yeni razılaşmaq olar. Cüzi bir endirim olar da belə deyək. Çürüyü də yoxdur. Aha, çürüyü də yoxdur. Telefon nömrü eşidək. 051 614 51 45. 051 614 51 45 adın Musadır. Musa qardaş. Maşına harda baxmaq olar? Göyçayda. Musa qardaş, valla belə deyirəm, barter fikrim var hansısa? Yox, pula ehtiyacı var deyə satırsan. Deməli, maşınımızın ili qocadır. 1977-ci istehsaldır. Bir dənə qabaq sağ kreli dəyişib, qalan bütün gördüyünüz detalları zavoddur. Maşınımızın kosmetik şey ehtiyacı var. Karobka 06 motoru, 06 üzr istəyirəm. Motor 06 motordur, karobka 4-dür. Maşın, yəni belə deyək, kənd arasında sürüləsi maşındır. Telefondan ucuzdur. Yəni bu dəqiqə 1700 manata cəmaət telefon alır. Bəlkə də 1700 manatdan yuxarı. Amma maşın sahibi Musa qardaş pula ehtiyac olduğu üçün 1700 manat start qiymətlə maşını Göyçay bazarına çıxardıb. Qiymətdə razılaşma olacağını da qeyd elədi. Radno 06 motorudur, akkumulatoru normal. Belə çəkdik, göstərdik. Musa qardaş da məlumatları verdi. Sizə də bu 06 maraqlı gələrsə, Musa qardaşın qeyd elədiyi əlaqə nömrəsindən zəng vurub maraqlana bilərsiniz bu maşın haqqı. YouTube izləyiciləri 06 həvəskarları sizlər üçün Göyçay maşın bazarında növbəti Ağrəkdə Vaz 2106 markalı avtomobilin çəkişini edəcəm. Maşın sahibi yanımızdadır, məlumat alaq. Salam əleykum qardaş, bazar olsun. Məlumat alaq zəhmət olmasa. İli neçənci ildir? 85'dir. 1985-ci il istehsaldır. Motoru 011 motor, karabka 4-dür, 5? 4-dür. Difirində səsi Xeyr. yoxdur. Sizdə olarkən udarı, vuruğu, Heç nə. qiyməti 3500. 3500 sondur, yoxsa razılaşması var? Razılaşması. Var. Telefon nömrünüzü eşidək. 051 422 46 45. 051 422 46 45 adınız? Rövşən. Rövşən qardaş, maşına harda baxmaq olar? Ucarda. Ucar əhalisinə salam olsun. Şerir. Barter maraqlıdır hansısa maşınla dəyişmək? Ola bilər. Hansı maşınla? Həm 011 nəzərdə. Yəni üstündə pul almaq şərti. Bəli. Deməli, Rövşən qardaşımız məlumatları verdi, çəkək, göstərək. İli 1985-ci il istehsaldır. Motor 011 motordur, karobka 4-dür, 54 seriyası ilə Sabirabad əhalisinə buradan atəşli salamlar olsun. Maşın sahibi qeyd edir ki, məndə olarkən dəyişəni, vuruğu, udarı olmayıb. Difirində səsi yoxdur, motorda yağ yeməyi yoxdur, karobkada atmağı yoxdur. Start qiymət 3500 manat. Real alıcıya çox güman ki, endirim olunacaq. Barterdə maraqlıdır. 011 markalı avtomobillə həmin maşının üstündə pul almaq şərti ilə barter maraqlıdır. Salon səliqəlidir. Oturacaqlarda cızıq, sökük falanlar söz belə gedə bilməz. Və bu da maşınımızın mühərrik hissəsi. 011 motor, akkumulatoru yeni. Yenə də qeyd edirəm, motorda yağ yeməyi yoxdur. Maşın yaxşı vəziyyətdədir. Sizə də bu 06 maraqlı gələrsə,
Maşın sahibinin qeyd elədiyi əlaqə nömrəsinə zəng vurub maraqlana bilərsiniz. Bu 06 haqqında. Hörmətli YouTube izləyiciləri, TikTok səhifəmin izləyiciləri, Nolon həvəskarlar. Sizlər üçün Göyçay maşın bazarında Vaz 21 110 markalı avtomobilin çəkişini eləyəcəm. Vaz deyəndə Lada 21 110 markalı avtomobilin çəkişini eləyəcəm. Məlumatları da özüm verim. Maşınımızın ili 2001-ci il istehsaldır. Karbürator motordur. Maşınımızın heç bir problemi yoxdur. Start qiymət 4700 manatla bazara daxil olub. Real alıcıya maşının yanında endirim olunacaq. Maşın sahibinin telefon nömrəsi 050 387 81 74. Bir daha qeyd edirəm. 050 387 81 74. Maşın sahibinin adı Rüstəm. Maşına Göyçayda baxmaq mümkündür. Rüstəm barter maraqlıdır. 07 üstündə maşının üstündə pul almaq şərti ilə barter maraqlıdır. Salon səliqəli. Gördüyünüz kimi. Oturacaqlarda cızıqdan, sökükdən, sözgedə bilməz. Baxırıq. Və bunu hardan qaldırır? Rüstəm gəl buranı qaldır. Rüstəm qaldır mühərrik. Mühərrik yerin gəl qaldır. Bir-iki barxanı da aç, çəkim göstərib. Buranı da aç, çəkim göstərib. Piyano maynifonu, krom kolonkaları. Ha, piyano. Kapıda da kolonkalar var. Ay, sağ ol. Belədir. Düzlənib deyə tam çəkə bilmirəm. Bir dənə burasında kosmetik işi var. Pioneer magnetofon. Orijinal kolonkalar. Qapılarda da gördüyünüz kimi kolonkaları var. 4 təzə təkər üstündə. Sığorta Texmortir yeni olunub. Korobka nə üzr istəyirəm, motor yağ yemir. Korobka atmır. Belə çəkdim, göstərdim, məlumatları da qeyd elədim. Sizə də bunu olan maraqlı gələrsə, maşın sahibinin qeyd elədiyim əlaqə nömrəsinə zəng vurub maraqlana bilərsiniz. Bu Nolon. Hörmətli YouTube izləyiciləri, TikTok səhifəmin izləyiciləri, Nolon 1 həvəskarlar. Sizlər üçün Göyçay maşın bazarında Ağrəhdə Vaz 21 markalı avtomobilin çəkişini eləyəcəm. Maşın sahibi qardaşımız yaxınlaşınca bizə salam aleyküm qardaş, bazar olsun. Məlumat alaq zəhmət olmasa. İli 82-dir. 1982-ci il istehsal. 03-dür, 03. 013-dür, eksport var yəni belə deyə. Aha. 3500 deyirik. 3500 manata deyirsən. Motor özünkidir. Öz motorudur. Öz motor. Korobka 5-dir, 4-dür. 4-dür. Difrinin də səsi. Yox. Səndə olanda bırığı udarı. 5-dir. Yoxdur. 4 təkəri altında. 4 təkəri altında. Birinli Texmotor Sığortası yeni olunub hamısı. 3500 startdır. Yəni razılaşırsan. Cüzi biləndə. Razılaşır, ondan çox. Tamam, telefon nömrə eşdək. 050 Aha. 665 35 66. 050 665 35 66. Adın? Əbülfəz. Əbülfəz Ağdaşdan gəlmisiniz, qonağımızsınız. Ağdaş əhalisinə buradan salam olsun. Əbülfəz hansısa maşınla bateri marağım var, Yox. dəyişmək. Nağd pullar. Nə yapırlar? Çəkək göstərək. Əbülfəz qardaş məlumatları verdi. Mən də qeyd edim. 1982-ci ilin maşınıdır. Eksport variant 013. Yüngül kosmetik işə görürsüz, ehtiyacı olan yerləri var. Motor özünkü, korobka 4, difr ulamır, korobka atmır, motor yağ yemir. 3500 manat start qiymətlə bazara daxil olub və təbii ki, maşının yanında real alıcıya endirim olunacaq. Baxırıq, 45 seriyası iləndir. Mingəçevir əhalisinə buradan atəşli salamlar olsun. Bir dənə, baba, icazə verək. Baxırıq, motor, akkumulatoru yaxşı vəziyyətdə, motor normal vəziyyətdə, yenə də deyirəm, yağ yeməyə falan yox. 4 təzə təkəri altında. Maşın sahibinin qeyd elədiyinə görə onda olarkən maşın udarı vuruğu olmayıb. Yenə də qeyd edirəm, kosmetik işləri ehtiyac olan yerləri var. Sizə də bu maşın maraqlı gələrsə, maşın sahibi nömrə qeyd elədi, o nömrə ilə zəng vurub maraqlana bilərsiniz. Bu 011. 011-i çəkdim. Növbəti Görəkdə Vaz 21 011 markalı avtomobilin çəkişini edəcəm. Maşın sahibi yanımızdadır. Salam aleyküm qardaş, bazar olsun. Məlumat alaq zəhmət olmasa. 83 maşınıdır. 1983-cü il istehsalıdır.
Motor bez nömrədir, 06 motor. 06 motordur, bez nomer. Bez nömrədir. Karotkası 5'dir. 5. Atması yoxdur. Heç bir şey. Motorda yağ yeməyi Heç bir yoxdur. şey. Diferində səsi. Diferində yüngül səsi. Öncə o xəstəlikdir, o onsuz maşının göz dəyməsini deyil. Bir də kosmetik işə ehtiyacı var. Güclü yox, belə yəni bu vəziyyətdə də idarə eləmək olar, amma yəni istəyən şəxs kosmetik işini də görüb idarə eləyə bilər. Qiymət Qiymət 2800. 2800 sondur, yoxsa endirim var? 100 manat endirmə. 100 manat endirim eləyərlər, 200 manat eləmək. Ha. Endirim olunacaq yanında. Belə deyin, 200 manat da mən dedim. Endirim olunacaq yanında. Telefon nömrə eşidək. 051 Aha, 498 aha. 81 82. 051 498 81 82. Adın Rəşad. Maşına Göyçayda baxmaq mümkündür qardaş. Göyçayın Lüboy bir yer. ərazisində, Göyçayın ərazisində baxmaq mümkün. Bater maraqlıdır qardaş. Yox, hansı yox, maşın? yox. Nağd satışdır. Deməli Rəşad qardaşdan məlumatı aldıq, qeyd eləyək. 1983-cü il istehsalı 011. Motor 06 motordur, xatırladaq bez nomerdir. 02 Ağdam seriyası ilə Ağdam əhalisinə salam olsun. Maşınımızın bir dənə difilində cüzi səsi var. Bir də kosmetik işə ehtiyacı var. İstəyən şəxs bu vəziyyətdə də idarə eləyə bilər. Motor, karovka problemsizdir. Xadava sistemi də. Aha, xadava sistemi də problemsizdir və bir dənə bəli, bax burada görürsüz. Bəli, bax burada çürüyü var. Maşın sahibi onu gizlətmədi, qeyd elədi. 06 motor, akkumulatoru yeni. Motor yağ yemir. Karovka 5 60. Bir daha qeyd edirəm, difirdə yüngül səsi var. Başqa heç bir problemi yoxdur. Qiymət 2800 manat start qiymətdən bazara daxil olub. Təbii ki, qiymətdə maşının yanında cüzi bir endirim olunacaq. Belə çəkdik, göstərdik. Maşın sahibindən məlumatları aldıq. Sizə də bu 011 maraqlı gələrsə, maşın sahibinin qeyd elədiyi əlaqə nömrəsindən zəng vurub maraqlana bilərsiniz bu maşın. Hörmətli YouTube izləyiciləri, TikTok səhifəmin izləyiciləri 06 həvəskarlar. Sizlər üçün Göyçay maşın bazarında növbəti Ağdəkli Vaz 2106 markalı avtomobilin çəkişini eləyəcəm, amma maşın sahibi əmimiz yanımızdadır. Salam əleykum əmi, bazar olsun. Məlumat alaq. İli 93. 1993-cü il istəyirsən. Motor 03'dür. 03. Karotka 4'dür. 4'dür. Karotka 62. Yok yok. Karotka Diferində səsi qəti səs yoxdur. yoxdur. Motorunda yağ yeməyi Heç nə. Tərtəmiz maşın. yoxdur. Otursur maşın. Qiyməti Qiyməti 3500. 3500 son. Son. Son 3500 manat. Telefon nömrə işlək. 050 Aha. 580 6905. 050 580 6905. Adın Adım Sultan. Sultan dayımızdır, Sultan əmmimizdir. Maşına Göyçayda baxmaq mümkündür. Aha. Göyçayın Harasında isə harası bir yerindəsə, yəni hər hansı bir ərazisində baxmaq mümkündür. harada istəsə baxa bilər. Barter maraqlıdır Sultan əmi. Yox, yox. Nağd satışdır, pula ehtiyac var. Qeyd eləyək. Deməli maşınımız 06, ili 1993. Motor 03, karovka 5, 4, karovka 4. Difilində səsi yoxdur. Karovkada atmağı yoxdur. Motorda yağ yeməyi yoxdur. 60 seriyası ilə Tovuz əhalisinə buradan salamlar olsun. Kosmetik şeyə ehtiyacı yoxdur. Son qiymət 3500 manat. Qapı avifkaları və sideyniklər maşın sahibinin istəyinə uyğun yığılır. Görürsünüz. 4 kolonka audio sistemi bura bağlıdır. Eyb yox. Bura bağlıdır. Deməli, baxırıq. Belə. Və bu da mühərrik yeri. Akkumulatoru yeni. Mühərrik yeri yaxşı vəziyyətdə, yəni yağ yeməyi falan yoxdur. Bir çox belə deyək detalları yenisi ilə əvəz olunub motorxanadır. Çəkdik, göstərdik, məlumatları verdik. Sultan əmmimiz də məlumatları, telefon nömrəsini qeyd elədi. Sizə də bunu 06 maraqlı gələrsə, Sultan əmmimizin qeyd elədiyi əlaqə nömrəsindən zəng vurub maraqlana bilərsiniz bunun 06 haqqında.
Hörmətli YouTube izləyiciləri, Qazel həvəskarları, sizlər üçün Göyçay maşın bazarında Qazel Sobol markalı avtomobilin çəkişini edəcəm, amma maşın sahibi əmimiz yanımızdadır. Salam əleykum əmi, bazar olsun. Aleyküm selam, sağ ol, var ol. Məlumat alaq zəhmət olmasa. İli neçənci ildir? İli 2001. 2001 motor. Motor ZMZ 406. Aha, ZMZ motorudur. Problemləri? Problemi, heç bir problem yoxdur. Sənədləri, texnik motor, sığorta, hamısı yerində. Qiymət? Qiymət 6500. 6500 sondur yoxsa razılaşma Yox, var? razılaşma yolu ilə. Telefon nömrünüzü işte. Telefon 050 783 53 38. 050 783 53 38 adınız? Adım Murat. Murad dayımız. Harda baxmaq olar? Harda desələr orada. Ağdaşların ərazisində, Ağdaş, Ucarda, aha. Göyçayda, Aha. Zərdabda, Saatlıda. Aha, Azərbaycanla. Benzin tökürlər, harası orada gedir. Aha, Azərbaycan istənilən Benzin bölgəsinə tökürlər, orada gedir. baxmaq mümkün. Barter maraqlıdır. Maraqlıdır. Hansı maşınlarla? 31'den olar. nə bilim. Başa baş yoxsa Yok, başa baş yok. 31. üstündə pul almaq Ha, üstünde şərti? pul istiyorum ben. Ha, üstündə pul almaq şərti ilə barter maraqlıdır. İl 2001-dir, motor ZMZ motorudur. Maşın bez problem maşındır. Qazel Sobol Qəbələ seriyası ilə Qəbələ əhalisinə salam olsun. Start qiymət 6500 manat. Real alıcıya endirim olunacaq. Azərbaycanın istənilən bölgəsində baxmaq mümkündür maşınla. Salon belə keçək. Xatırada tək təkərdir arxa tərəfi. Sözlü tərəfdən də salona nəzər yetirək. Belə motor ZMZ motoru, akkumulatoru yeni, motor problemsiz. Çəkdik, göstərdik. Aha, Karovka mostunda aha, Karovka most problemsiz. 4 yeni təzə təkəri, 2 dənə də zapaska təkəri üstündə veriləcək. Üstüne bəli, bəli. Bəli, üstündə veriləcək. Çəkdim, göstərdim. Sizə də bu maşın maraqlı gələrsə, maşın sahibinin qeyd elədiyi əlaqə nömrəsinə zəng verib maraqlana bilərsiniz bu Qazel haqqında. Dəyərli hörmətli YouTube izləyiciləri, 05 həvəskarları, sizlər üçün telefondan da ucuz qiymətə satılan bir 05 markalı avtomobilin çəkişini edəcəm. Maşın sahibi yanımızdadır, amma məlumatları qeyd edeyim. Bir dəfə bu maşını çəkmişəm, yenə də qeyd edirəm. Yenə də çəkirəm. Deməli 1981-ci ilin 05-idir. Motor, karovka salamatdır. Difrində səsi yoxdur. Motorda yağ yeməyi yoxdur. Karovkada atmağı yoxdur. Motor 05 motordur. Ha, normal 15 motor. Karovka 4 idi, 5 Ha, idi. dörd. 4 idi. Yəni Motor da təzə yığılıb, Aha. axımlar hələ çəkilməyib. motoru yeni yığılıb, klapanları hələ çəkilməyib. Maşının bir dənə kosmetik işə ehtiyacı var. Başqa heç bir problemi yoxdur. Start salonu, hər şey aha, istəyir. start qiymət 1800 manatdır. Bir dəfə 2000 manata çəkmişəm. 200 manat endirimlə 1800 manata Göyçay bazarında satışdadır. Telefon nömrəsini qeyd eləyək. 51 Aha. 630 59 79. 051 630 59 79. Maşın sahibinin adı Rüfət. Rüfət. Maşına İsmaildə baxmaq mümkün. Ağdaşda. Ağdaşda baxmaq mümkündür. Barter maraqlıdır, nağd pula ehtiyac var, çəkək göstərik. Çək göstərdiyi problemsiz maşın. Deməli, maşının bir dənə kosmetik işə ehtiyacı var. Aha, Quba seriyasından Quba əhalisinə buradan salam olsun. Deməli, belə vəziyyətdə Baxanda maşın qoyur. baxırıq. Belə. Gəl kimi. Aha, gəbra. Aha. Motor da təzə yığılıb. 8 gün motorda. Motor, Sadəcə qlapanlar seçilməlidir. Bir xeyli asılandan akkumulatoru sonra. yeni. Dəf kimi. Belə çəkdik, göstərdik. Məlumatlar da maşın sahibi qeyd elədi. Sizə də bu Motorun hələ 7 ay var. aha, sığorta teks motoruna da 7 ayı var. Sizə də bu maşın maraqlı gələrsə, bax burada gördüyünüz əlaqə nömrəsi ilə zəng vurub maraqlana bilərsiniz bu 05 haqqında.